Akillerden birinin güzel bir sözü var. Buyurur ki: "Fela vallahi ma fil ayşi hayrun ve la dunya iza zahebel hayaun." Buyurur ki, hayır, Allah'a and içirəm ki, həya sıyrılıb gedərsə, ne hayatta ne de dünyada xeyir qalar. Yani Allah göstermesin. İnsanın həyası olmasa, onun için ne hayatta xeyir olar, ne dünyada xeyir olar. Hele biz imanda olan həyadan danışmırıq ha. Bu bütün insanlara ait olan, herkese xas olan həyadır. Yani bunun hele tabii ki imanla olan, imanın da həyası olmayanın imanı olmaz. Necə ki Hazreti Peygamberimiz buyurur ki: "La hayaun limen la imanun limen la haya." O kəsin imanı olmaz ki, onun həyası yoxdur. Yəni həyası olmayanın imanı olmaz. Ona görə həya həm də imanın göstəricilərindəndir. Çünki deyildiyi kimi fitri hisslərdən biri də həya hissidir ki, Allah-u Teala bəndəsinin özünə yaxınlaşması üçün bu həya hissindən bəndəsinin faydalanmasını istəyir. O hissi ona görə bəxş edib. Bir bəndə həya hissinə sahib olsa, utanmaq hissinə sahib olsa, herkesin gördüğünü bilmeyle yanaşı Allah Teala'nın da gördüğünü bil